Size bugün texnika yola gəlmişəm. Əgər sevdiyiniz və çox yaxın olduğunuz bir insanla yola getmirsinizsə, anlaşılmazlıq tez-tez yaşayırsınızsa, ona öz pozisiyanızı başa sala bilmirsinizsə və o da sizə öz pozisiyasını başa sala bilmirsə, bu texnikadan mütləq istifadə edin. Situasiyanı gözümüzün qarşısına gətirək. Məsələn ki, anlaşılmazlıq yaşadığınız bir mövzu var. Siz öz dediyinizi deyirsiniz, qarşı tərəf öz dediyini deyir. O an bir 5-10 dəqiqəlik aralaşın birinci. Beyniniz sakitləşsin, özünüzə gəlin. Sonradan da belə bir texnika eləyin. Siz özünüzü o insanın yerində düşünün, o insan isə özünü sizin yerinizdə düşünsün. Bu biraz rol kimi ola bilər. Kinoya çəkildiyimizi düşünərək o personajın roluna daxil olmağa çalışdığımızı düşünün. Və sonra yenə müqayisəni başlayırsınız, lakin fərqli rollardan. Yəni bayaqdan situasiyaya öz açınızdan baxaraq, öz həqiqətlərinizi qoruyaraq yanaşırdınızsa, indi artıq istifadə eləyəndə o insanın mövqeyini istifadə eləyin, onun dediyi sözləri istifadə eləyin, onun tərəfindən situasiyaya baxın və özünüzü onun yerində hiss eləyin. O da özünü sizin yerinizdə hiss eləsin. Bu an siz fərqinə varacaqsınız ki, onun fərqinə vardığı bəzi detallara siz öz açınızdan fikir belə verməmişdiniz və dediyiniz sözlərin, etdiyiniz hərəkətlərin belə göründüyü ağlınıza belə gəlməmişdi. Eyni şey də onun başına gələcək və o artıq sizin reaksiyanızın niyə görə belə olduğunu daha yaxşı anlayacaq. Bu gedişatla da siz artıq bir müddət sonra bir-birinizi anlamağa başlayacaqsınız və münaqişələriniz qat-qat azalacaq.